Azərbaycan mediası öz vətənpərvərliyini və peşəkarlığını nümayiş etdirərək forumla bağlı məlumatları operativ şəkildə beynəlxalq aləmə çatdırdı. Bir xəbər media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının son günündə tədbiri işıqlandıran jurnalistlərlə görüş zamanı deyib. O bildirib ki, Azərbaycan mediası beynəlxalq media ilə birlikdə eyni zamanda peşəkar rəqabət prinsipləri əsasında fəaliyyət göstərərək forum barədə məlumatların dünyaya operativ çatdırılmasını təmin edib. Hacıyev jurnalistlərin gördüyü işin böyük zəhmət tələb etdiyini vurğulayaraq qeyd edib ki, media nümayəndələri səhər saatlarından axşama qədər intensiv fəaliyyət göstərib. Şəhər daxilində də reportajlar hazırlayaraq hadisələri operativ şəkildə ictimaiyyətə təqdim ediblər. Prezidentin köməkçisi foruma ölkə ictimaiyyətində yaranan böyük marağın da mediada aparılan işin nəticələrindən biri olduğunu bildirib. O, redaksiyalara və bütün əməkdaşlara təşəkkürünü ifadə edib, xüsusilə jurnalistlərin, eləcə də əməyi çox zaman görünməyən operator və kamera heyətinin fəaliyyətini qeyd edib. Hikmət Hacıyev Azərbaycan mediasında yeni simaların meydana çıxmasını da müsbət hal kimi dəyərləndirib və media nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Olduğu kimi bu sonuçta da Azərbaycan mediası öz vətənpərvərliyini, öz peşəkarlığını göstərdi. Dəqiq, çevik, operativ şəkildə bütün bu məlumatlar beynəlxalq ictimaiyyətə çatdırıldı. Həmçinin Azərbaycan mediası öz professionallığını beynəlxalq media ilə birlikdə, hətta müəyyən bir rəqabət prinsipləri əsasında fəaliyyət göstərərək çox operativ surətdə məlumatların verilməsini təmin etdi. Buna görə mən siz hər birinizə təşəkkür etmək istəyirdim. Bilirəm, çox ağır və zəhmətli iş idi və hər gün səhər saat, erkən saatlardan axşama qədər intensiv fəaliyyət göstərirdiniz. Bundan sonra şəhər çərçivəsində də fəaliyyət göstərərək reportajları operativ şəkildə təqdim edirdiniz. Bunların hamısını biz də oxuyurduq, gözləyirdik. Bu kimi elə sizin fəaliyyətinizin nəticəsidir ki, ölkə ictimaiyyətində də bu konuda çox böyük maraq var. Gələn insan haqqında da bunun bariz bir nümunəsidir. Buna görə də mən fürsətdən istifadə edib bir daha sizin hər birinizə, sizin redaksiyalarınıza, bütün həmkarlara öz təşəkkürümü bildirmək istərdim. Bunun üçün də bəzən bizim kamera işçilərimizin işləri görünmür, fotoqrafların işləri görünmür. Onlara da ayrıca təşəkkür etmək istərdim ki, onlar da səhnənin arxasında olan qəhrəmanlardılar.